Salam əziz 5-cilər. Söz verdiyimiz kimi 7-ci bölmənin təkrarına aid videomuzu çəkirik. Qeyd edim ki, keçən videomuzda məsdər haqqında danışdıq. Yəni bu dərslərimiz KSG 7-yə hazırlıq məqsədi ilə çəkilir. Bugün isə fe'li sifət və fe'li bağlama haqqında danışacağıq. Biz qeyd etdik ki, fe'llər iki böyük qrupa ayrılır. Təsriflənən fe'llər və təsriflənməyən fe'llər. Təsriflənməyən fe'llər fe'lin şəxsə və kəmiyyətə görə dəyişməyən formalardır. Biz keçən videomuzda məsdər haqqında danışdıq və onu kanalımızda yerləşdirmişik. Yəni orada baxa bilərsiniz. Həmçinin kanala abunə olun və bildirişləri aktiv edin ki, növbəti videolar yükləndikcə xəbəriniz olsun. Fe'lin təsriflənməyən formalarından biri də fe'li sifətdir. O həm fe'lin, həm də sifətin xüsusiyyətlərini daşıyır. Biz dedik ki, təsriflənməyən formalar ikili xüsusiyyət daşıyır. Yəni həm fe'lin xüsusiyyətlərini daşıyır, fe'llə yanaşı digər nitq hissələrinin də xüsusiyyətlərini daşıyırlar. Dedik ki, məsdər həm fe'lin, həm ismin, fe'li sifət həm fe'lin, həm sifətin, fe'li bağlama isə həm fe'lin, həm də zərfin xüsusiyyətlərini daşıyır. Fe'li sifət həm fe'lin, həm də sifətin xüsusiyyətlərini daşıyır, hərəkət bildirir, yazan şagird, bacardığım iş, yəni burada nə etmək sualına cavab verir. Fe'l kimi hərəkət bildirir. Təsdiq və inkarda olur. Bildiyim məsələ, bilmədiyim məsələ. Əsasən hansı sualına cavab verir? Sınmış fincan, hansı fincan? Yəni burada verilən xüsusiyyətlərdən hərəkət bildirməyi, təsdiqdə və inkarda olmağı fe'li sifətin fe'lə aid olan xüsusiyyətlərindəndir. Hansı sualına cavab verməsi isə sifətə aid olan xüsusiyyətlərindəndir. Həmçinin burada baxırıq ki, sınmış fincan. Biz bildiyimiz kimi sifətlər isimlərdən əvvəl gəlir. Burada da fe'li sifət də isimdən əvvəl gəlir. Yəni burada fe'li sifətin ismə aid olan xüsusiyyətidir. Yəni isimdən əvvəl gəlməsi. Sonra fe'li sifətlə fe'ldən düzəlmiş sifəti fərqləndirmək lazımdır. Düzəltmə sifət inkarlıq şəkilçisi qəbul etmir. Məsələn, qaçağan at. Biz burada qaçağan sözünü inkarda işlədə bilmirik. Çünki bu sifətdir. Fe'li sifət inkarda işlənir. Məsələn, qaçan at, qaçmayan at. Həmin bu dediklərimizə baxaq. Deməli, qaçağan at. Deməli. Qaçağan at və qaçan at. Burada qaçağan sifətdir. Qaçan isə fe'li sifətdir. Yəni fe'li sifətlə fe'ldən düzələn sifətlər arasında müəyyən fərqlər var. İndi onlara baxaq. Biz dedik ki, fe'li sifəti inkarda işlədə bilirik. Qaçan at, qaçmayan at. Amma fe'ldən düzələn sifəti isə inkarda işlədə bilmirik. Həmçinin fe'li sifətin şəkilçisi an, ən, amma fe'ldən sifət düzəltmək üçün isə ağan, ən şəkilçisindən istifadə edirik. Həmçinin güləyən uşaq, gülən uşaq. Burada da güləyən fe'ldən düzəlmiş sifətdir. Gülən isə fe'li sifətdir. Həm gülən, gülməyən. Biz bunu inkarda işlədə bilirik. Amma güləyən sifətini inkarda işlətmək olmur. Həmçinin bunları fərqləndirmək üçün
Feildən düzələn sifətlərdə olan xüsusiyyət daimi olur. Məsələn, qaçağan at, yəni bu ata aid olan xüsusiyyətdir. Yəni at bu xüsusiyyəti ilə tanınıb. Amma qaçan at bu sözdə isə, yəni burada atın qaçma vəziyyətini göstərir. Yəni ondakı olan daimi xüsusiyyət deyil. Həmçinin feili sifət düzəltmək üçün müəyyən şəkilçilərdən istifadə olunur. An, ən, 4 cür yazılanmış şəkilçisi, döq, üstəgəl, mənsubiyyət, acaq, ası, malı şəkilçiləri. Yəni bunlar vasitəsilə feili sifət düzəlir. Həmçinin feili sifəti qarışıq salmamaq üçün bir dənə də nümunə yazaq. Məsələn, iş görüləcək, bir də görüləcək iş. İş görüləcək. Birinci nümunədə acaq, əcək zaman şəkilçisidir. Amma ikinci nümunədə isə görüləcək iş. Necə iş? Burada feili sifət olur. Həmçinin digər formalarda da. Yazılası məktub, məktub yazılasıdır. Görülməli iş, iş görülməlidir. Yəni hər bir halda bunlarda da eyni qaydada davam edəcək. Yəni əgər söz sonda gəlirsə və feilin sualına cavab verirsə nə etmək, artıq burada zaman şəkilçisi qəbul etdiyinə görə feilin təsriflənən forması olacaq. Əgər hər hansısa bir isimdən əvvəl gəlirsə və necə, nə cür, hansı sualına cavab verirsə, artıq feili sifət olacaq. Sonra davam edək. Feili bağlama. Feilin təsriflənməyən formalarından biri olan feili bağlama həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyır. Hərəkət bildirir. Yazanda, güləndə, təsdiq və inkarda olur. Biləndə, bilməyəndə. Hərəkət bildirən sözlə bağlı olur. Onun tərzini, zamanını, səbəbini bildirir. Necə, nə vaxt, niyə suallarına cavab verir. Ana övladının uğurlarını gördükcə nə vaxt, nə zaman fərəhlənirdi. Həkim gülümsəyərək soruşdu. Uşaq qorxub ağladı. Yəni burada baxırıq ki, bu sözlər gördükcə fərəhlənirdi feilinə aiddir. Həmçinin gülümsəyərək soruşdu feilinə aiddir. Qorxub ağladı feilinə aiddir. Yəni bunlar feili bağlamaya aid olan xüsusiyyətlərdir. Həmçinin feili bağlama şəkilçilərinə də baxaq. Bunun rəngini dəyişək. Deməli, feili bağlama şəkilçiləri öb, araq, qoşa ağlar, armaz, dıqda, dıqca, madan, anda, əndə, önca və s. Yəni bu şəkilçilər vasitəsilə feili bağlama düzəltmək olur. Nümunələrə baxaq. Məsələn, qaçıb, qaçaraq, qaça-qaça, gələr gəlməz, qaçdıqda, qaçdıqca, qaçmadan, qaçanda, qaçınca və s. Bu şəkilçilər vasitəsilə feili bağlama düzəldə bilərik. Sonra davam edək. Həmçinin biz burada bildirdik ki, feili bağlama feilə aid olur və onun müəyyən xüsusiyyətlərini daşıyır. Feilə aid olanda təsdiqdə və inkarda